Intermittent fasting aralıqlı oruc nədir? Intermittent ingilis dilindən tərcümədə vaxtaşırı, fasilələrlə baş verən kəsik-kəsik və ya aralıqlı mənasını verir. Müəyyən müddət dayanıb, sonra yenidən başlayan hadisələr. Baxın, bu tərifi oxuyanda siz artıq başa düşdünüz ki, aralıqlı oruc nədir? Fasting də oruc deməkdir. Aralıqlı oruc günün, məsəl üçün, baxın, burada mən qeyd eləmişəm. Fəst yazılan hissə, baxın, fəst yazılıb, və bu saatdır, fəst yazılan hissə acılıqdır. Bu da 12-dir, saat 12, 4-ə qədər. Məsələn, 20 saat acılıq, 4 saat yemək pəncərəsi. Bu hissə fastingdir, bu hissə nədir? Eating time-dır. Fasting time, eating time. Yəni, oruc vaxtı, yemək vaxtı. Faydaları nədir? Yağ yandırıcı təsir birinci növbədə. Sabit insulin, kimin insulin dirənci varsa, qan şəkəri yüksəkdirsə eləsin. Hüceyrə yenilənməsi, bunu avtofagiya deyirik, otofaji deyirlər türklər, yəqin çox eşitmişsiniz. Hüceyrələrin yenilənməsi, ölü hüceyrələrin xaric olması, yeni hüceyrələrlə əvəz olunması. Aralıqlı orucun bu faydaların bildiniz, özünün nə olduğunu bildiniz. İndi biz keçək bunun növlərini sizə izah edəyik. Ki, aralıqlı orucun növləri nədir? Intermittent fasting növləri. Birinci növ sadə. Sadə nədir? 16-8 metodu. Məsələn, səhər 12-də ilk yeməyi yeyirsiniz. Axşam 20:00-da çalışırsınız ikinci yeməyinizi bağlamağa. Bu tərkibdə 3 yemək də yeyə bilərsiniz. Ki, sadəcə sizə uyğun saatı seçməkdir. Ki, bax, burada qeyd eləmişəm. 9-dan 17-yə qədər də eləyə bilərsiniz, 12-dən 20-yə qədər də eləyə bilərsiniz. Qızıl vaxtlar bu vaxtlardır. Ki, tezə başlayırsınızsa aralıqlı oruca, pəhrizə, bu planla başlayın. Mən belə tövsiyə edirəm. Qızıl saat nədir? 18:06 ki, bu biraz sərtdir, amma. Yəni, saat 12-də başlayıb 6-da ikinci yeməyi bitirmək. Bu, aclıq pəncərəsi nə deməkdir? Bax, 18 saat aclıqda nə deməkdir? Çox insan sual verir ki, kofe içə bilərəm, çay içə bilərəm, onu yeyə bilərəm. Bunu mən sizə ən sadə üsulla izah edirəm. Kalori qəbul eləməyin. Baxın, bu aclıq mərhələsində kalori qəbul eləməyin. Bu sizə çox aydın olacaq. Necə olur bu? Məsələn, su içə bilərsən, acı kofedə kalori yoxdur, eləyə bilərsən. Bax, belə şeylər. Amma sənə kalori verən heç nəyi qəbul eləmə. Bu qədər sadə. Bunun da ən ideal variantı saat 12 ilə 18 aralığında 2 öğün yeməkdir. 12-də başla birinci yeməyi yeyə qutar, 18:00-a qədər də ikincini bitir. Bu da necə olacaq? 17:30-da başla, 18:00-da bitir. Su içəcəksən, bu öz yerində. Daha sonra ən sərt variantı 20 saat aclıqdır, 4 saat 2 öynə sığdırmaqdır yeməyi. Bu sənə, məsələn, saat 12-də başladın, 4-də, 16:00-da bitirdin. Bu sən 16:00-da növbəti gün 12-yə qədər aclıq vəd eləyir. Əlbəttə, ilk dəfədirsə sən yenə deyirəm, pəhriz eləyirsənsə, bunu seçməyin heç uyğun deyil. OMAD kimi bir şeydir ki, OMAD-dan da danışacağıq. Ona görə də ən yaxşı variant, mən sənə tövsiyə edirəm ki, bax, bu variantla başla. Bax, burada. Sadə. 16-8, yəni 8 saat toxluq pəncərən olsun, arada nəsə yeyə biləsən. Amma 16 saat kalori qəbul eləmə. Bu ilə başla. Buna keç. Ardınca 20 saat aclıq. Bax, buna keçə bilərsən ki, bu çox sərtdir. İlk dəfədən bunu eləsən, birinci mövzuda danışdığımız kimi, səndə öddə daşlar əmələ gələ bilər, qaraciyər problemləri yaşaya bilərsən və s. İndi keçək biraz detallardan danışaq.